Salam uşaqlar, bugünkü dərsimiz olacaq. Tərs mütənasib cəmiyyətlə. Deməli, tərs mütənasibdə uşaqlar, əgər verilən vahidlərdən biri nə qədər artırsa, digəri bir o qədər dəfə azalır. Gəlin birinci tapşırığa baxaq. Deyir, motorla qayıq iki liman arasındakı məsafəni sabit sürətlə getdi. Qayığın sürətini 1,5 dəfə çox olsa, zaman necə dəyişir? Uşaqlar, biz sürəti necə tapırıq? Getdiyimiz yolu bölürük zaman. Yadımızda saxlayırıq. Sürət məsafə ilə düz mütənasibdir, zamanla tərs mütənasib. Əgər mənim sürətim 1,5 dəfə çoxdursa, deməli, zamanım 1,5 dəfə azalır. Sürətim 2 dəfə az olsa, zamanım 2 dəfə çox olacaq. İkinci suala baxaq. Cədvəldə sahəsi 72 kvadrat vahid olan düzbucaqlının tərəflərindən biri verilir. Deməli, sahə 72-dir. Onda sahə 72-dir, eni 3-dürsə uzunluğu 24-dür. Onda 9-dursa bura 8-dir, bura 18-dir. Bura 12-dir, bura 2, bura 9, burada 3. Yəni, eni uzunluğu hamısına vursam, cavab neçə olmalıdır uşaqlar? 72. Hamısının sahəsi olmalıdır, 72. Cədvəli tamamladıq. Düzbucaqlının uzunluğunu deyir ki, düzbucaqlının uzunluğu 4 dəfə artarsa, uşaqlar, eni necə dəyişir? Gəlin baxaq. Sahə düsturu nədir? Eni vururam uzunluğa. Burada uzunluğu tapsam, mən sahəni bölməliyəm enə. Düzdür. Baxın, görün uzunluqla eni necə mütənasibdir? Tərs mütənasibdir. Düzdür. Deməli, uzunluq 4 dəfə artsa, en 4 dəfə azalacaq. Uzunluq 2 dəfə azalsa, en 2 dəfə artacaq. Üçüncü sual. Hansı cədvəl x və y dəyişənə tərs mütənasibdir? Uşaqlar, birinci tərs mütənasibliyinin düsturunu yazacaq. Y bərabərdir. K böl x-dir. Buradan k-yı tapsam, y-i x-ə vurmalıyım. Gəlin birinci k-ları tapaq. 20, 6-nı 2-yə, 62-yə vursam eləyir 120. Hamısında k sabit qiymət olur, amma burada 120 isə tərs mütənasib deyil. Burada baxıram 30, 28 və 30 deyil. 40, 36, deyəcək o birlərə baxmıram uşaqlar, deyil. Bu biri 48, 48, 48 və 48. Bəli, hamısında k 48 olduğu üçün 4 tərs mütənasibdir. 4-ə baxaq. Cədvəldə müəyyən məbləğdə alınan malın qiyməti və bir vahidinin qiyməti verilir. Yəni, 3 dənə almışam və bunun kütləsini bilmirəm. 4 kilo almışam və bunun qiyməti 6 manatdırsa, onda nə qədər pul verəcəm? 24 manat. Onda hamısının cavabı 24 olmalıdır. Onda burada 8 kilo almışam, burada 2 kilo almışam. 12, 2 kilo almışamsa, deməli, qiyməti 12 manatdır. 4 kilo almışam, qiyməti 6 manatdan. Bu da eləyər, 24-ü 5-ə bölsəm, 4,8, bu da eləyər 4. Sonra, qiyməti x manat, say ədədlə 7 dənədir. Yəni, 7 dənəsini 6 manat vermişəmsə, 1,6 manatdan 42 manat pul verməliyim. Onda buna da 42 manat versəm, 21 dənə almalıyım. 42 manat versəm, dənəsi 3 manat olmalıdır. 42 manat versəm, 6 dənə almalıyım. 42 manat versəm, bir dənəsi 21 manat olacaq. Yəni, elə işləyirik ki, uşaqlar bir-birinə vuranda 42 versin. Sonra, baxaq. Qatar iki şəhər arasındakı məsafə 6 sahada getdi. Qatarın sürəti 1,2 dəfə artırsa, həmin məsafəni neçə sahada gedir? Sürət 1,2 dəfə artıbsa, deməli, onun zamanı 1,2 dəfə azalacaq. 6-nı böləcəm 1,2-yə. Yəni, 60-ı böləcəm 12-yə. Cavab eləcək 5 saat. Deməli, sürətini 1,2 dəfə artırsa, məsafəni 6 saata gedəcək. Müəyyən yükü daşımaq üçün hər biri 2,5 ton, belə buraya yazaq. 2,5 ton yük götürən 16 maşın lazımdır.
Deyir ki, bu yükü daşımaq üçün hər biri 4 ton yük götürən neçə maşın lazım? Uşaqlar 2.5 ton götürəndə 16 maşındırsa, 4 ton götürsəm daha az maşın lazım olar da mənə, düzdür. Baxın, tonum artıbsa maşınım neyniyəcək? Azalacaq, tərsdir. Tərs mütənasibdir və biz bunları qabaq-qabağa həll eləyəcək uşaqlar, yəni belə. 2,5-i vururam 16-ya bərabərdir. 4-ü vururam x-ə. Buradan da x-i tapsam, 2,5 vur 16 böl 4. İxtisar gedər 4. 4-ü də 2,5-ə vururam, eləyər 10. Deməli, mən 4 tondan 10 maşın lazım ki, 4 tondan bunu aparsın. Davam ediyor uşaqlar. 7-ci tapşırıq. 12 fəhlə müəyyən işi görəcək 10 günə. Bəs 15 fəhlə bu işi neçə günə görə? Uşaqlar, fəhlə sayım azalsa mən işimi daha tez qutararam da, günüm azalacaq. Düzdür? Tərs mütənasibdir. Yazaq tərs. Qabaq-qabağa işləyəcək yəni. Onda x-i 15-i vuracağım x-ə bərabərdir. 12-ni vuraram 10-a. Buradan da x-i tapsam 12-ni vuraram 10-a bölərəm 15-ə. 5-ə gedər 2, 5-ə gedər 3, 3-ə gedər 4. Cavab eləyər 8 gün. 8-ci sual. 6 fəhləm işi görür 9 günə. Bəs həmin işin yarısını 9 fəhlə. Birinci tapaq görək 9 fəhlə bu işi bütövünü neçə günə görər? Yarısını hələ saxlayaq. Bütövünü neçə günə görər? X bərabərdir 6 vur 9 böl 9. Neçə gün eləyir? 6 gün. İşin hamısını 6 günə görürsə, yarısını neçə günə görür uşaqlar? 3 gün. Dokuz. Deyir ki, eyni bir əkin sahəsində cüzləri eyni olan 10 dənə traktor. 10 traktor bunu 6 günə şumlayır. Bəs 6 traktor neçə günə şumlayır? Traktorumun sayını azaltmışamsa, deməli daha gec şumlanıb qutaracaq. Günüm artmalıdır. Tərs mütənasibdir. X-i tapsam, onu vururam 6-ya bölürəm 6-a. Deyirəm ki, 10 günə şumlayıb bitirər. 10-cu sual. 4 dənə eyni nasos 10 saata doldurur. Bəs 8 saat üçün mənə neçə nasos lazım? Uşaqlar, mənim saatım azalmışsa, deməli nasosun sayını çoxaltmışam. Daha çox nasos qoşmuşam ki, tez dolub. Tərs mütənasibdir. Qabaq-qabağa vuracağım. Yəni 4-ü vuracağım, 10-a böləcəyəm 8-ə. 2 eləyəcək 5 nasos. On birinci suala baxaq. Yenə 9 nasos bu hovuzu 12 saat doldurursam 6 nasos bu hovuzu neçə saata doldurur? X bərabər. Hovuzumun sayı azalıbsa daha gec dolacaq. 9-u vurarım 12-yə bölərəm 6-ya. 18 saata dolacaq. Avtobus 80 km/saat sürətlə 6 saat gedirsə, sürətin azaldıb 64 km/saat edibsə, daha gec gedəcək də, düzdür? Tərs mütənasibdir. 80-i vuraram 6-ya, bölərəm 64. Səkkizə gedər 10, 8-ə gedər 8, 2-yə gedər 4, 2-yə gedər 5, eləyər 4-də 30. Bu da bərabərdir. 7,5 saata gedər. Onun üçün baxaq.
Qatar 70 km/saat sürətlə iki şəhər arasındakı məsafəni gedir 8 saat. Və bu qatar 6,9 saat getmək üçün hansı sürətlə hərəkət etməlidir? Bunu da daha zaman azalıbsa, deməli bu daha sürətli gedib. Yenə sürətlə zaman həmişə tərs mütənasibdir. V bərabərdir S bölü T deyil uşaqlar, həmişə tərs. Buradan da x-i tapsam, 70-i vuraram 8-ə, bölərəm 6,9-2. Qarşı xəttə olduğu üçün uşaqlar belə yazdım, yoxsa belə də yaza bilərsiniz. Belə də yaza bilərsiniz, fərqi yox. Bəzi uşaqlar elə olanda çaşır, ona görə belə yazdım. Deməli, bu da bərabərdir. Bunu düzgün olmayana çevirsək, 9-da 9-u 7-yə vuraram, 54, 56, bu da bərabərdir. 70 vur, 8 vur, 56-da 9. 8 ilə 56 apararam 7, 7 ilə 70 apararam 10, onu da 9-a vuraram 90. Deməli, sürətini 20 km/saat artırdı. Burada da özüm 70-i 8-ə vurmadım. Uşaqlar belə vuranda ixtisar gedir, rahat olur. 14. Yem ehtiyatı 90 inəyə, burada eyni yem miqdarına söhbət gedir uşaqlar. 90 inəyə çatır 50 günə. Bu yem ehtiyatı 45 gün neçə inəyə çatacaq? Əgər günüm azalıbsa, deməli inəyimin sayı çoxalıb. X bərabərdir. 90-ı vuraram 50-yə, bölərəm 45. 5-ə gedər 9, 5-ə gedər 10, 9-a 1, 9-a 10. Cavab olacaq 100 inək. Deməli, inəyimin sayı 10 vahid, 10 baş artır. 15. Bir dişli çarxda 54 diş. Birinci 54 diş var və bu 270 dövr edir. Diğer digərində 45 diş var və bu neçə dövr edir? Dişin sayı azalıbsa dövrü daha çox olacaq. $54 vur 270 böl 45. 9-a gedər 6, 9-a gedər 5, 5-ə gedər 1, 5-ə gedər 54, bu da eləyər 324 dövr. Fəhlə yeni texnologiyaya tətbiq edərək bir detalın hazırlanmasına 10 dəqiqə əvəzinə 8 dəqiqə sərf edir. Fəhlə əvvəl plana görə 48 detal hazırlayırdı. Deməli, 48 detalı əvvəl hazırlayırdı 10 dəqiqəyə. Əvəzinə indi 8 dəqiqə vaxt sərf edir. Fəhlə əvvəl plana görə gündə 48 detal hazırlayırdısa, indi neçə detal hazırlayır? Daha çox detal hazırlayacaq. Deməli, texnologiya tətbiq edib, dəqiqəsini azaldıbsa, detalın artırıb. X-ə baxırıq. 48. Deməli, buradan X-i tapanda 48-i vuraram 10-a, bölərəm 8-ə. 60 detal. Deməli, yeni texnologiya ilə 8 dəqiqəyə 60 detal hazırlayır. 17-yə baxaq. Hər biri 2 ton yük götürən 7 maşınla müəyyən yükü 7-12 saata daşımaq olur. Bu tipli misalları belə işləyəcəyik uşaqlar. İşçi sayım var, işim var və zamanım var. İşçi sayım 7 maşındır. İşim 2 ton yük daşımaqdır. Zamanım 7,2 saatdır. Bu yükü hər biri 3 ton yük götürən 4 maşınla neçə saata daşımaq olur? Bu maşındır. Bu da saatdir.
Uşaqlar, iş varsa mütləq biz burada düz mütənasiblə işləyəcəyik belə. Yəni 7-ni vuraram 3-ə, vuraram 7 onda 2-yə bərabərdir. 4-ü vuraram 2-yə, vuraram x-ə. Buradan da x-i tapsam, 7 vur 3 vur 7 tamamda 2, 4 vur 2-yə. Baxaq, bu gedər 3 tamamda 6. Bu da gedər 0 tamamda 9. 7-ni 3-ə vuraram 21. 21-i də vurarıq 0-da 9-a. Cavabımızı taparıq. 18-də 9 eləyər də düzdür. Deməli, 18 tamamda 9 saat vaxt sərf eləyəcək. 18-ci suala baxaq uşaqlar. 5 nəfərlik traktorçular briqadası 18 gündə 108 hektar yer şumur. Yenə yazıram. İşçi, iş, bir də zaman. Mütləq hərəsinin öz yerinə yazmalısınız. İşçim nə qədərdir? 5 nəfərdir. Zamanım 16 gündür və işim 108 hektardır. Sonra 12 nəfərlik briqada 20 günə zamanım 20-dir. Nə qədər yer şumlayır? İş varsa getir uşaqlar. 5x-ə bir də 16-ya bərabər. 12-ni 108-ə bir də 20. Buradan da x-i tapsam 12 vur 108 vur 20 bölünsün 5 vur 16. 5 ilə 20 gedər 4, 4 ilə 16 gedər, 4 ilə 12 gedər 3, eləyər 324. Deməli, 324 hektar yer şumlayar. Sonra 19-a baxaq uşaqlar. Deyir ki, x və y tərs mütənasibdir. Mütənasiblik əmsalını tap və asıllıq düsturuyuz. Uşaqlar, biz dedik ki, tərs mütənasiblikdə mütənasiblik əmsalı, yəni k-i necə tapırıq? Y2 vururuq x-ə. Düzdür. Onda y x-ə vursam neçə eləyir? 15. 5-i vururam 3-ə 15. Düsturum nədir? Y bərabərdir k bölü x deyil uşaqlar. 15 bölü x-ə. İndi ikinci artıq şifahi eləyə bilərik. K neçədir? 24. Onda y bərabərdir. 24 bölü x. Üçüncüdə k neçədir? 28. Onda y bərabərdir. 28 bölü x. Dördüncüdə k 30-dur. Y bərabərdir. 30 bölü x. Burada k 72-dir. 42-dir. Y bərabərdir. 42 bölü x. K 72-dir. Y bərabərdir. 72 bölü x. Sonra baxaq. Deyir ki, müəyyən yükü gün ərzində daşımaq üçün hərəsi 4 ton yük götürən 20 maşın lazımdır. Gün ərzində bundan 2 dəfə çox yük götürən maşınla daşınarsa, maşınların sayı necə dəyişir? Deməli, uşaqlar, biz bunu necə həll edirəm? Deyirəm ki, 4 ton götürəndə 20 maşın lazımdırsa, 2 dəfə çox yük, yəni 8 ton. Nə qədər maşın lazımdır? 8 tonluq maşınsa, maşının sayı azalar da. X-i tapsam, 4-ü vuraram 20-yə, bölərəm 8-ə, eləyə 10 maşın. Maşınların sayı ilə onların yük götürülməsi düz, yoxsa tərs mütənasibdir? Maşının sayı azalsın, yük çox götürsə, maşının sayı azalacaq, tərs mütənasibdir. Mütənasiblik əmsalını tapın və mənasını izah eləyik. Mütənasiblik əmsalı burada uşaqlar k-dır. K-yı da tapanda x, y-ə vuracaq. 4-ü 20-yə vuracaq. Eləyəcək. 80. Maşınların sayının onların yük götürməsindən asıllıq düsturunu yazın. Burada uşaqlar, mən k-yı tapsam, n-i vururam m-ə, düzdür. Yəni, maşınların sayını yük götürməsinə vuram. Görüm, hələ burada 1 maşın 4 tondusa 20 maşın nə qədər yük götürür? Buradan da n-i tapsam, k-yı böləcəyəm m-ə. Bu mənim asıllıq düsturum. İndi deyir m 10 olsa, n-i tapmaq üçün k 80 deyil, 80-i 10-a bölərəm. 8. 80-i 16-ya bölərəm. 5.
Bir də 80 20-yə bölərəm, eləyə 4. 21. Hansı kəmiyyətlər düz, hansılar tərs mütənasibdir? Fəhlələrin sayı ilə müəyyən bir işin yerinə yetirilməsi vaxtı tərs mütənasibdir. Niyə? Nə qədər çox fəhlə gəlsə, mən işimi bir o qədər tez bitirərəm. Məxrəci sabit qalmaqla kəsrlə onun surəti, məxrəci sabit qalmaqla, sürətlə, ədədlə, yəni onun surəti düz mütənasibdir. Müəyyən uzunluqlu parçanın ümumi məbləği ilə 1 metrinin qiyməti, parçanın ümumi məbləği ilə 1 metrinin qiyməti düz mütənasib olardı uşaqların. 1 metrinin qiyməti nə qədər çox olsa, uzunluğa da bir o qədər çox, necə deyim, pul verəcək. Sahəsi sabit qalmaqla düzbucaqların eni ilə uzunluğu tərsdir. 22. Tərs mütənasib asıllıqda bu x-dir, bu y-dir uşaqlar. K-yı tapanda 3-ü vuracağım 8-ə. Cavab neçə olacaq? 24. Demək, bunların hamısında cavabım 24 olmalıdır. 4-ü 6-ya vuran 24, 3-ü 4-ü yenə 6-ya vuran 24, 12-ni 2-yə vuran 24, 8-i də 3-ə vuran 24. Qrafikədə nəzər salaq. Şəkildə sabit olan düzbucaqlığın tərəflərindən bir-birindən asıllıq verilibdir. Baxırıq uşaqlar, 4-ü 3-ə vuracağım, y-dir. Tərs mütənasibdir axı. X, y. Burada k-yı tapsam, k neçə olacaq? 12. Mütənasib əmsal mənasını izah edəyim, sahəsini tapır. O k düzbucaqlığın sahəsini tapmaq deməkdir. Burada onun uzunluğu 4-dür, eni 3-dür, sahəsi də 12-dir. Mütənasib əmsalı 12-dir hamısında. Burada 2, 5, 10-dur. Burada da sahəsi 8-dir. Şəkildə sahəsi sabit olan düzbucaqlığın tərəfləri x, y arasındakı asıllıq veribdir. Deməli, 12, 24 olacaq. 4, 8. Bir dəqiqə, 4 ilə 8 sahəsi, mütənasiblik əmsalı 32-dir. Mütənasiblik əmsalını tapın və mənasını izah edəyim. Mütənasiblik əmsalı 8 vur 4 bərabərdir 32-dir. Bu da düzbucaqlığın sahəsinə bərabərdir. Y-in x-dən asıllıq düsturunu yazın. Y bərabərdir 32 böl x, yəni uzunluq bərabərdir sahə böl n. Qrafik üzərində qeyd olmuş nöqtələrin koordinatlarını tapın. Bu olacaq 2 və 16. Bu olacaq 4 və 8. Bu 8 və 4 yazıb. Bu da olacaq 12 və 2. Birinci həmişə x sonra y yazılır. 25. Qrafikdə boş hovuzun dolmasına sərf olunan vaxtı nasosların sayının asıllıq qrafiki verilib ki, bu tərs mütənasibdir. Nə qədər çox nasos bir o qədər tez dolmağa kömək eləyir. Burada da qeyd olmuş nöqtələr uyğun məlumatlar cədvəldə qeyd edin. Bu olacaq 4 ilə 12. Bu 6, 8, bu da 12 ilə 4'dür. Boş hovuzu 12 saata doldurmaq üçün neçə nasos lazımdır? 12 saata doldurmaq üçün bizə lazımdır 4 nasos. Uyğunluq tərs mütənasib asıllıq düsturunu yazın. Y bərabərdir. K 48'dir. 48 böl x. 16 nasos bu hovuzu neçə saata doldurar? 16 nasos da bu hovuzu doldurar 2 saat. 3 saata. 48'i 16'ya bölərəm. Baxaq, davam ediyor uşaqlar. Burada tərs mütənasiblik uşaqlar bitir. Hansı tapşırığı başa düşməsəz, şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun.